Salam değerli izleyicilerimiz, Həyatın Ekranı 14 TV'nin efirində Tanıt Azərbaycanı proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü buraxılışımız mübarək və müqəddəs həcc ziyarətinə əsr olunmuşdur. Sovet dövründən sonra müstəqil Azərbaycanın tarixində mübarək və müqəddəs ziyarətlər başlamış və bu cür ziyarətlərə rəhbərlik etmiş ilk qrup rəhbərlərindən biri məhz bugünkü qonağımız Hacı Bala Eyvazov olmuşdur. Proqramımızda hacıdan öz təcrübələrini və xatirələrini bizimlə bölüşməyini rica edəcəyik. Əsrlərdir tükənməyən bir imanın, tükənməyən bir həsrətin müqəddəs səfəridir həcc. Dünyanın hər bir küncündən, fərqli iqlimlərdən, fərqli dillərdə, amma eyni saf niyyətlə yola çıxan milyonlarla qəlb məhz bu məkana can atır. İnsan bəşəriyyətin bu ən böyük yürüşünə qatılarkən, şöhrəti, rütbəni, var dövləti və bütün dünyəvi fərqlilikləri hava limanındaca geridə qoyur. İndi bədənlər ağ-bəyaza bürünür, ruhlar isə yalnız Allaha yönəlir. Maddiyyatın bitdiyi, mənəviyyatın isə zirvəyə yüksəldiyi o böyük an, həcc ziyarəti başlayır. Dəyərli izləyicilərimiz, biz hal-hazırda Hacı Bala müəllimgildə qonağıq. Marşrutlarla bağlı fərqlər nə qədərdir? Əvvəllər yollar nə cür qət olunurdu? Hansı yollarla gedilirdi? İndi əlbəttə ki, təyyarə vasitəsilə ziyarətə edilir. Bu haqda lütfən. Bəli, o vaxt deməli biz başladıq 95-dən də. 95-dən başladıq. O vaxt birinci birinci reysdə 2 avtobus getdi. 2 avtobus getdi. Marşrut necə idi? O vaxt deməli belə dedik də. Deməli İrandan daxil olduq İraka və getdik Səudiyyə Ərəbistanına. Deməli Xosrovidən daxil olduq İraka, Ərar. Yəni ki, elə 2 ölkədən keçdik. Deməli, İran, İraq. Sonra ki, İraqı başladılar bombalamağa. Onda məcbur olduq ki, necə gedək? Deməli, İran, Türkiyə, Siriya, İordaniya, Səudiyyə Ərəbistanı. Bu yol uzaqlaşdı. Avtobusla gedirdik. Avtobusla getməyin də biraz ağırlıq olurdu. Amma ki, indi İslamın belə bir qanunları var da. Sariyə məsum deyilən bir söhbət var. Orada deməli, avtobusla gedəndə yol boyu imamzadalar da çox idi İran ərazisində. Ümumiyyətlə cümlədir. Gəldi Kərbəlada 7 imam ziyarəti var. Yəni ki, Kərbəla Nəcəf demək istəyirəm. Kərbəla, Nəcəf, Samirə, burada 7 imam ziyarəti var. Onu ziyarət edirdik. Sonra keçirdik Səudiyyə Ərəbistanına. Daha doğrusu, yəni Səudiyyə Ərəbistanına. Orada ki, Peyğəmbər sallallahu ziyarət edirdik, Fatimə ziyarət edirdik. Yəni ki, bu avtobus getməyin bir şey vardı ki, sünniyə oydu ki, bir səfərə. Sadə məsum deyirik də biz, yəni 14 məsumun ziyarəti. Bunu eləyə bilirdik.
Daha sonra bu vəziyyət dəyişdi, nə müharibə, ora-bura avtobusla getməyi mümkün olmadı. İndi ancaq təyyarədir. Təyyarədə ki, yəni ki, o yerləri görə bilmirik, uçub gedirik. Azərbaycan zəvarları Məkkədə ziyarətdədirlər. Allah onların ziyarətini qəbul eləsin. Allah ürəyi sənlərə qismət eləsin. Bu, hər bir müsəlmanın arzusudur. Məkkə ziyarətində olmaq. İndi sağ-salamat qayıdıb gəlsinlər. Allah yollarını açıq eləsin. Gözəl ziyarətdir, çox gözəl ziyarətdir. Özdə ki, biz gedən illər bir başqa cür idi. İndi maşallah o qədər gözəldir, o qədər rahatdır ki, nə bilim, indi mən axırıncı dəfə olmuşam 2005-ci ildə. Təxmin üstündən bir 20 il keçib, 21 il keçib. Səfərlər gedirlər, gəlirlər, danışırlar. Hər şey rahat, gözəl. Yəni, biz gəndə biraz çətin idi, çox gözəldir. Allah hamı ziyarətini qəbul eləsin. Amin. Allah hamına qismət eləsin. Amin. Kimin ürəyi istəyir, hamına Allah qismət eləsin. Böyük ziyarətdir, gözəl ziyarətdir. Hər bir müsəlmanın imkanlı müsəlmanın borcudur. O, hərdən deyirlər, görsən, başlı var, dövləti də var, hər şeyə var. Görsən, hadi hələ cavanam da, gedərəm də, vaxtım var da, yox. O elə bir şeydir ki, bugün gedməzsən, imkanın var. Gələn imkanı olmaz gedməzsən. Əgər imkanın varsa, gedməlisən. Bu bizim şəhriyyətimizdə də yazılıb, belə bir şeylər var, olmalıdır. Çox təşəkkür edirik sizə, var olasınız. Siz qeyd etdiniz ki, o dövrlə indiki dövrün arasında çox fərq var ziyarətlərdə, elə həcc ziyarətinin özündə. Biraz bizə geniş məlumat verərdiniz. Tamaşaçılarımız da, o dövrdə olmamış tamaşaçılar da bir əyani özləri də müqayisəni görə bilərdilər. Məsələn, əlbəttə. Biz gələndə paralon şeylər, döşəklər idi. Atırdılar, yəni yerdə yatırdıq. Yəni ki, orada, otaq vardı, 20 adam qalırdı orada. 20, 15, belə adamlar qalırdı. Paralon, indi hər yer kravatı, hər şeyi, əl-cüvanı, sanımız, hər şey yerindədir. Belə çox rahatdır. Belə o şeydə, yəni ki, Məkkənin özündə. Məsələn, bir şeyə gedəndə, kondisioner öz yerində. Məsəl üçün, Ərəfatda kondisioneri, o bir var ki, kondisioner otaqda olar, bir də o palatkalarla o sərini yaradıblar, böyle şey diyor. Palatkalardır, orada sərinliyi, isti su, soyuq suyu, nə bilim. Öz ondan başqa şeylər də sizə deyim. O dövrdə, deməli, hacılar, imkanlılar. Görürsən ki, maşınlar dayanıb orada, nə bilim, suyu, nə bilim, mineralisi, marojnası, soğutma yumurtası,
toyuq belə paketlərdə. O üçün nədir? Deməli, heç yana çıxmadan, deməli, Gameball'una, o qədər, misal üçün, kimlərsə, niyyət edirlər, ya ehsan edirlər, Allah qəbul eləsin. Böyle şeylər olurdu orada, misal üçün. Hələ bu, mən danışıram onu, misal üçün, Ərəfatdan danışıram. Minada xeyli rahatlaşır. Çox təşəkkür edirik, sağ olasınız. Ömür boyu namazlarda üst tutulan, xəyallarda canlandırılan o müqəddəs məkan, qəlblərin həyəcandan titrədiyi, nəfəslərin kəsildiyi o an gəlib çatır. Müqəddəs Kəbə ilk dəfə göz önündə ucalır. Həmin an dillər susur, gözlər göz yaşları ilə danışır. Bəndə Yaradanının huzurunda acizliyini dərk edərək diz çökür. Milyonlarla insanın eyni anda, eyni ümidlə etdiyi dualar fəzanı titrədir. Bura insanın öz yaradanına ən yaxın, dünyanın bütün səs-küyündən, dərdindən və qorxusundan ən uzaq olduğu yerdir. Ümumiyyətlə, istərdik elə həcc ziyarətinin özündən barəsində danışaq. Ümumiyyətlə, bu ziyarət biz bilirik ki, milyonlarla insan, müsəlman, dünyanın müxtəlif ölkələrinə gəlirlər, bir yerə cəm olurlar, vəhdətdə olurlar. Ümumiyyətlə, siz özünüz həmişə canlı şahid olmuşsunuz uzun illər. Həccin birbaşa özündə ola-ola o hisslər yaşamaq ayrı hissdir ki, hamı bir yerə cəm olur, İslam ümməti. Elə istərdik bu haqda, həm də ziyarətin üstünlüklərindən danışaq bu haqda mümkünsə. Heç bir dində, heç bir şeydə, o məzhəbdə belə bir şey yoxdur. Misal üçün, Hristiyan, Yahudi heç vaxt bizim kimi, İslam kimi oraya yığışmırlar. Onların arasında biri gəlir, ziyarət edir, o biri gedir. Bu yeganə dindir ki, birdən 2 milyon yarım, 3 milyon adam yığışır bura. Mən neynirdim, oraya gedəndə çıxırdım 3-cü mərtəbəyə, axırıncı mərtəbəyə çıxırdım. Oradan belə gözümü belə zənlə baxırdım. Elə bir günən ki, o ki, cəmaat təpaf eləyir ha. Elə bir mənzərədir ki, cəmaat ehramda olanda. Bir də var ki, cəmaat ehramdan çıxandan sonra öz paltarını giyir. Görürsən ki, türklər qırmızı giyir. Ərəblər qara giyir. O bunlar cürbət rənglərlə giyirlər. Həm də onlar seçilməlidir də bir-birinin rəngləri ilə axtarmaq, tapmaq şey olsun. Çıxırsan yenə baxırsan oradan. Elə bir ki, bir güldü. Bax gül fırlanır belə. Çox belə çox maraqlı mənzərədir ya. Çox maraqlı mənzərədir. Kəbənin ətrafında gecə-gündüz dayanmadan vuran bu mənəvi nəbz bəşəriyyətin əsl bərabərliyi rəsmidir. Bu nəhəng insan silində nə irqin bir fərqi var, nə rəngin, nə də sosial statusun. Zəngin ilə kasıb, qoca ilə cavan eyni cərgədə, eyni addımlarla irəliləyir. Bir pərvanə kimi bu müqəddəs evin ətrafında dövr edən milyonlar hər bir dönüşdə əslində öz daxili dünyalarını təmizləyir, mənfi duyğulardan arınır və ruhlarını yenidən kəşf edirlər. Hacı, çox təşəkkür edirik sizə bu təfərrüatlı məlumata görə. Elə həcc ziyarətindən istərdik yadınızda qalan maraqlı əhvalatlardan bizə mümkünsə danışasınız. Elə tamaşaçılarımız da çox maraqlı olar, lütfən. Deməli, Hira dağına qalxırıq. Yanımda da zəvvarlardan var. Daha şey bir qadın da var idi. Allah rəhmət eləsin. Elə bizə burada yaxındır. Leyla xanım. Oğlu ilə yaxın dost idik. Çox zirək arvad idi. Deməli, nəsə qalxırıq yuxarı, qalxdıq.
Bizimlə də biraz qabaqda İndoneziyadan olan zəvvarlar qalxırdı. Bir də onu qışqırdı arvad. İndoneziya qadın qışqırdı. Nə oldu? Deməli, orada üzdən araba meymunlar da çoxdur orada. Bəli, bəli. Meymunlar. Deməli, bunun əlindəki çantanı alıb qaçır. Bu da qışqırır. Nə qışqırırsan? Dağda elə bir dağda ki, dağla qaçmaq olmaz. özün gücünə qalxırsan. Belə bir mayın alındı. Getdi. Belə bir şey. Özdə ki, ondan başqa o indi gedənlər görüb Hira dağı çox dik dağdır. Dağın başında dəvə. Necə qaldırıb onu orada? Belə çox maraqlı şeylər vardı orada. Mədinə şəhəri heç də Məkkədən geri qalan şəhər deyil. Çox gözəldir, çox gözəldir. 4 imam ziyarəti var. Ondan başqa orada səhabələr də çoxdur. Bəqi məzarı. Bəqi məzar qəbirstanlığı oradadır. Mədinənin gözəl olmağı, rahat olmağı nədən asılıdır? Deməli, həcc ziyarətində o ki, Ərəfata çıxan dövrü 8-ci gün, 9-cu gün deməli, vacib əməllər olduğuna görə görürsən ki, bütün millət, bütün hacılar yığışır Məkkəyə. Amma Mədinə ziyarəti müstəhəb olduğuna görə deməli, bəzi hacılar həccə qədər gəlirlər ziyarətə, bəzi həcdən sonra gəlirlər. Yəni ki, insan yığımı orada az olur. Ona görə, belə deyəndə, o şəhər daha səliqəlidir, daha rahatdır, daha gözəldir. Orada da, məsələn, Ühüd dağı var. Orada İslamın o, yəqin hamı bilir bunu, orada 2 qibləli məscid var, Qəba məscidi var, orada Xəndək müharibəsi olan yeri var. Ziyarətlər çoxdur orada. Heç də o Məkkədən yeri qalmır ziyarətlərin sayına görə. Özə orada bizim zəvvarların bir şey var, hobbisi var. Gedib ziyarət eləyir, gələndə Mədinədən xurma alır. Bəli. Xurma, bu Mədinə xurmasıdır. Mədinə xurması elə belə xurma doyur. İnanırsınız, çox maraqlıdır. O neynəsə seçilir, dadı ilə mi, tamı ilə mi seçilir. Nə bilim, valla, Allah'ın qismət eləsin. Gözəldir, gözəldir, çox gözəldir. Hacı, istərdik sonda elə həcc ziyarətinin elə arzusunda olanlara tövsiyələriniz, ziyarətə hazırlaşanlara, bu dəqiqə ziyarətdə olan insanlara, ümumiyyətlə gələcəkdə də planlaşdıran insanlara nə tövsiyə eləyərdiniz, nə bu barədə nə məsləhət verərdiniz təcrübənizdən irəli gələrək? Məsləhətim odur ki, hər bir müsəlman, birincisi, imkanı olan müsəlman 5 vacibətdən biri həcdir. Hərdən deyirlər, imkanın var, ged imkansız kömək elə. Bu, onsuz da kömək eləməlisin. Xumuz zəkatla, olsa imkansız kömək eləməlisin. O, müsəlmanın boynunda bir borc kimidir. Bu, öz yerində, əgər onu eləyəndən sonra imkanın varsa, həccə getməlisin. Həcc vacib sayılır. İndi xumuz zəkatı verib həccə getsin, düz gəlməz. Xumuz zəkatı verib həccə getsin, əla olar. Bu gözəldir. Mən bütün müsəlmanlara, tək Azərbaycan, bütün müsəlmanlara arzu edirəm ki, imkanlı olsunlar. Xumuz zəkatını versinlər, həccə getsinlər. Allah həccəni qəbul eləsin. Bu saat mənim qohumlarım, mənim dostlarım, yaxınlarım həcdədirlər, həcc ziyarətindədirlər. Allah onların həccini qəbul eləsin. Allah onlara can sağlıq versin. Sağ-salamat qayıtsınlar, gəlsinlər öz evlərinə, öz ailələrinə. Həcc sadəcə müəyyən məkanları gəzmək deyil, insanın öz içinə, öz vicdanına və yaradılış qayəsinə etdiyi ən böyük, ən həlledici səyahətdir. İndi bu müqəddəs torpaqlardan, nurlu şəhərlərdən ayrılmaq zamanıdır. Amma zəvvarlar geriyə əliboş dönmürlər. Onlar arxada günahları və peşmanlıqları, öndə isə ağ bir səhifə kimi yenilənmiş təmiz bir ömür buraxırlar. Vətənə, doğma evlərə qayıtmaq vaxtıdır. Lakin bu gediş, gəliş kimi deyil. Artıq tam fərqli, daxilən təmizlənmiş, nurlanmış və mənəvi cəhətdən bütövləşmiş bir ruhla yenidən başlamaq zamanıdır.
Dəyərli izləyicilərimiz, Tanıt Azərbaycanı proqramının növbəti bölümü də sona çatdı. Biz bu bölümdə mübarək, müqəddəs həcc ziyarəti haqqında dəyərli Hacı Bala müəllimin vasitəsilə, onun zəngin təcrübəsi ilə sizə məlumatlar çatdırmağa çalışdıq. Hal-hazırda həcc mövsümüdür. Allah cəmi həcc mövsümündə olanların ziyarətini qəbul etsin. Arzusunda olanlara isə həcc ziyarətini yerinə yetirməyi nəsib etsin. Növbəti buraxılışlara dək Allah amanında.